Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. İşləyən pensiyaçıların pensiyaları 2 dəfə artacaq. Bununla bağlı Vüqar Bayramov, millət vəkili Vüqar Bayramov açıqlama yayıb. Hansı qaydada artacaq? İndi Vüqar Bayramovun fikirlərini çatdırıram. Bu il işləyən pensiyaçıların daha fərqli və sərfəli mexanizm gözləyir. O qeyd edib ki, mövcud qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası sonradan toplanmış kapitala uyğun olaraq 6 ildən sonra yenidən hesablanaraq pensiyaya əlavə olunur. 6 ildən sonra vətəndaşın fərdi hesabının sığorta hissəsində ödənilən məcburi dövlət sığorta haqlarının 90% nəzərə alınmaqla pensiya kapitalı qeydə alınır. Pensiyada yeni artım üçün işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı 72-yə bölünməklə pensiya məbləği yenidən hesablanır. Bununla yanaşı, işləyən vətəndaşlarımızın pensiyalarında bu il 2 dəfə artım mümkündür. Həmin şəxsin aldığı pensiya mövcud qaydalara əsasən 9,3%-ə indeksləşdirilərək artırılır. Daha sonra onun 6 illik iş müddəti tamamlanırsa, pensiyasına əlavə olunur. Vüqar Bayramov bunu, demək, millət vəkili bununla bağlı həm də bir nümunədə çəkib. Məsələn, vətəndaşımıza 1 may 2020-ci il tarixində yaşa görə ümumi əsaslarla əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edib. 2025-ci ilin sonunda həmin vətəndaşımızın pensiya məbləği 800 manat olub. Onun pensiya məbləği 1 may 2026-cı il tarixində pensiya təyin edildikdən sonra 6 il işlədiyi üçün yenidən hesablanır. Şəxsin fərdi hesabının sığorta hissəsində bu müddətdə 25.200 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı yenidən hesablanır. Bu isə o deməkdir ki, həmin şəxsin pensiyasına 350 manat əlavə olunur. Amma həmin vətəndaşımız əmək pensiyası aldığına görə onun pensiyası yanvarın 1-dən indeksləşdirilib. Bu ilin may ayında həmin şəxsin yeni pensiya məbləği belə olur. 800 manat, üstəgəl 74 manat, üstəgəl 350 manat. Bu isə edir 1224 manat. Göründüyü kimi, əmək fəaliyyəti davam edən pensiyaçılarımız işləməkdə davam edərlərsə və 6 il iş müddəti bu il tamam olarsa, o zaman həmin indeksasiya artımından, həm də yenidən hesablanma artımından faydalana bilər, deyə Vüqar Bayramov bildirib.